Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında balacalar da nəzərə alınıbdı. Belə deyək, işin ciddi, formal tərəfi ilə yanaşı, baxın belə uşaqların bura gələn valideynlərlə birgə uşaqların öz vaxtlarını, asudə vaxtlarını səmərəli formada keçirmələri üçün belə rəngarəng bir şərait yaradılıbdı. Biz də burada istədik, operatorumuzdan xahiş edəcəm, göstərsin balacalarımızı. Salam. Adın nədir? Ruqiyə. Necədir bura? Necə hiss edirsən özünü? Buranı özümü çox yaxşı hiss edirəm. Çünki bura mənim üçün ən sevdiyim yerlərdən biri oldu. Yəni getdiyim yerlərdən ən gözəlini buranı seçə bilərəm. Bilirsən də bu forum şəhərlər haqqındadır. İstəyirsən yaşadığımız şəhərdə bunlardan belə şəraitdən çox olsun, daha çox olsun. Hə, çox istəyirəm. Salam. Necəsən? Yaxşı. Necə hiss edirsən özünü burada? Oynaya bilirsən? Hə. Əylənirsən? Hə. Burada demək olar ki, bütün yaş qruplarını görürük. Ən balacalardan, ən belə deyək, yeniyetmələrə qədər. Bu da əslində kifayət qədər foruma yerli əhali tərəfindən olan marağın da göstəricisidir əslində. İstəyərdim valideynimizə yanaşaq bir qədər. Salam, xoş gördük. Adınız? Nurayna Hüseynli. Nurayna xanım, birinci istəyərdim biləm ki, bilirsiniz, Ümumdünya Şəhərsalma Forumudur. Bura gəlməkdə nə sizi belə həvəsləndirici bir faktor oldu? Övladınız? Mənim bacım Aytan Hüseynli bura, yəni bu şəhərsalma forumu ilə bağlı memardır. O forumla bağlı qəsəbəmizdə bir addım atdı ki, biz orada belə bir park yeri düzəldək. Bugün özündə burada təşəbbüs. Hə. Həm də elə mən özüm də onsuz da buralarda könüllü vaxtlarda çox olmuşam, universitet vaxtlarımda da belə istər olimpiya oyunları olsun, istər yəni belə maraqlıyam bu işlərə. Bir də gələcək nəsillərə ötürürsünüz. İndi uşaqla bağlı gəlmişəm, bizdə könüllülük falan yoxdur. Şərait necədir? Necə qiymətləndirilir? İstər uşaq yeri olsun, istər o ibadət məkanları falan, yəni hər şey üçün şərait yaradılıb. Çox gözəl. Əhalinin bütün təbəqəsi belə deyək nəzərə alınıbdı. Bəli, elədir, eynən. Ancaq xoş mühit görürük və uşaqlar da çox belə dəhşət əylənirlər, bayaqdan tuta bilmirik, yəni saxlaya bilmirik. İndi istəyirik ki, inşallah biz də öz qəsəbəmizdə, Pirşağı qəsəbəsində öyle bir şərait yaradaq ki, uşaqlar küçələrdə deyil də daha yaxşı, təhlükəsiz şərait. Ümumiyyətlə şəhərlərin baş planlarında bu məsələ nəzərə alınır. Siz də ümid eləyirsiniz ki, gələcəkdə daha da sayı artacaq. Əslində planda da var. Elədir, hə. Biz yəni ümumiyyətlə qəsəbədə də bacım gəldi, orada keçirdiyi seminardan əlavə qəsəbədə də biz gəzdik, elədik. Orada yəni bəzi məkanlar seçildi. İndi inşallah orada da düzəltmək istəyirik. Şəhərsalma Forumunun nəzdində yəni bu şey. Çox sağ olun, minnətdarıq. Bəli, ümumiyyətlə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında elə buradakı bir çox xarici delegasiyaların da nəzərə belə deyək bildirdiyi kimi, onların da müşahidə etdiyi kimi həm belə parklar asudə vaxt üçün yaradılmış infrastruktur diqqəti cəlb eləyir, həm ibadət otaqları yaradılıbdır, həm də inklüziv qrupdan olan insanlar üçün demək olar ki, əlilliyi olan şəxslər üçün hər cür şərait yaradılıbdır və son olaraq bir də nəzər salıb ətrafa nəzər salmağınızı istəyərdik və gördüyünüz kimi bütün məqamlar nəzərə alınıb.